Gəl qardaş, gəl. Sizlərə kasıbmalı bir dənə həyət ev tapmışam. 2 otaq, içi dolu əşyalı. Şəhərə gedən marşrut 10 metrlik məsafəsində. 119 nömrəli marşrut evin 10 metrindən keçir. Baxın, belə bir xudmani həyətyanı hissəsi var. Paltar sərmək üçün ehtiyac su çəni düzdür. Burada su heç vaxt kəsilmir, bu ərazidə qalanlar bilir. Sadəcə ehtiyac üçün qoyublar. Kəsiləndə o pişik xırdalanda yəni kəsilmə olur arada bir. Baxın, evə daxil olduqda sağ tərəfdə yerləşir mətbəx hissəsi. Evdən yalnız elektronik əşyalar çıxacaq. Deməli, sağ tərəfdə yerləşir mətbəx hissəsi. Burada yerləşir sanitar qovşağı. Bütün aksesuarları quraşdırılıb. Tam hazır vəziyyətdə. Bu hissədə yerləşir evin belə bir səliqəli yataq otağı. Əsl kasıbmalı qiymət 39.000 manat. Burada yerləşir belə yataq otağı. Yataq otağının öz müstəqil pəncərəsi. Burada belə bir böyük dolab yığılıb. Bunlar qalacaq. Evdən yalnız paltar yuyandır, soyuducudur, bir də listrlər çıxacaq. Qalan nə görürsünüzsə qiymətə daxildir. Bu hissədə isə yerləşir belə geniş və səliqəli qonaq otağı. Həqiqətən çox səliqəli, xudmani bir evdir. Marşrut da ki, qapının qarşısından keçir. Qiymət də 39.000 manat. Bir də ətraflı çək zəhmət olmasa, qiymət 39.000 manat. Əlavə nə sualınız olarsa aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Videoları bəyənməyi unutmayın.